Xocalı soykırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soykırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut elan edilmişdir. Faciə günü Xocalı şəhərini tərk edən Ağdama tərəf üst tutan əhali püsküyə salınaraq Naxçıvanlı, Habelə, Bircamal kəndləri yaxınlığında öldürüldülər. Çoxlu əsir götürüldü. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman dondurma nəticəsində həlak oldular. Xocalı soykırımı zamanı 106-sı qadın, 63-ü uşaq, 70-i isə yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi. 1275 nəfər sakin girov götürür. 150 nəfərin taleyi isə bugünə dək nəmalım olaraq qalır. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət edildi. 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini bitirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxardılaraq, hamilə qadınlar isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldülər. Xocalı soykırımı, Xocalı şəhərinin işğal nəticəsində 105 sosial məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, 3 mədəniyyət evi və bir tarix yaşanası muzeyi dağıdıldı. Şəhərdə 14-15-ci əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə yeksan olundu. Qəbristanlıqlar vandallara xas surlarla məhv edildi. 20-ci əsrin faciəsi olan Xocalı soykırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir. Azərbaycan xalqının 20-ci əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soykırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. 20-ci əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa və şəriətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soykırımının dünya miqyasında tanınması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, soykırımın bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Xocalıya ədalət beynəlxalq maarifləndirmə kampaniyasına 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konferanslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir. Ermənilərin soykırımı ilə əlaqədar, Xocalı soykırımı ilə əlaqədar cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malik olan Xocalıya ədalət informasiya portalı təbliğat və maarifləndirmə işlərində geniş istifadə olunur. Hörmətli tədbir iştirakçıları, 31 il sonra nəhayət tarixi ədalət bərpa olundu. Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü ilin sentyabr ayının 9-20-sində Azərbaycan ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan təmizləndi. Ölkə başçısı 2023-cü ilin oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının dövlət bayrağını ucaltdı.